yoldaşlar, birinci başlayıram File Explorer haqqında danışmağa. File Explorer özü standart proqramdır. Yəni əməliyyat sistemi ilə birgə kompüterə quraşdırılan bir proqramdır. Və File Explorer proqramının təyinatı fayl və qovluqlarla işləmək üçün istifadə edilir. Yəni qovluqları bir nöqtədən idarə etmə imkanı verir. Yəni biz kompüterimizdə saxlanılan fayllara, qovluqlara hamısına File Explorerdən keçid eləyə bilərik. Deməli, File Explorer proqramının piktoqramı aşağıda tapşırıqlar panelində gördüyünüz kimidir. Və bu proqrama File Explorer, bəzən də Windows Explorer deyilir. İkisi də eyni mənaya gələcək. Deməli, File Explorer proqramını açmağın hansı üsulları var? Birinci, klaviaturadan qısa yolunu deyim. Bu kitabda bayaq kitabın PDF-nə baxırdım, orada qeyd edilməmişdi. Deməli, qısa yolu Win-E-dir. E-də Y-də Explorer sözündən götürülüb. Çünki dedim axı, File Explorer və yaxud da Windows Explorer deyilir. Elə Windows Explorer ifadəsindən sən Win-Y-ni rahatlıqla yadda saxlaya bilərsən. Bundan əlavə hardan keçid etmək olar? Əgər vəziyyət, daha doğrusu, tapşırıqlar panelində qısa yolu varsa, File Explorer'in buradan birbaşa keçid etmək mümkündür. Hər hansı bir qovluğa müraciət eləyəndə də File Explorer açılacaq. Çünki qovluqlar demişdik ki, keçən dərs pəncərələrin növlərini keçəndə harada açılır? Qovluq pəncərəsində, yəni File Explorer'də açılır. Həmçinin, məsələn, Start menünün özündən də keçid edə bilərsən. Həmçinin Start menünün kontekst menüsündəki elementlərə nəzər salsan, ki, bu da keçən dərsimizdə var idi. Deməli, burada da File Explorer proqramının adını görəcəksən ki, buradan da eyni qaydada File Explorer'ə keçmək mümkündür. Yəni, bu sadaladığımın hər biri File Explorer proqramına keçid üsullardır. Yaxşı, bəs File Explorer proqramının interfeysi necədir? Elə də qəliz bir interfeysi yoxdur əslində, yəni ona görə də yenə işimiz asan olacaq. Gəlin interfeysinə nəzər salaq. Deməli, birinci yuxarıda başlıq sətrini, yəni title barı görəcəksiniz. Başlıq sətrinin sağ tərəfində pəncərənin idarə düymələrini görəcəksiniz ki, bu digər proqramlarda da var idi. Hansı ki, close nə idi? Pəncərəni bağlayırdı, proqramı bağlayırdı. 2 dənə də qısa yol öyrənmişdik. Alt F4 və yaxud da Ctrl W. Yəni, bunlar ofis proqramlarında öyrəndiyiniz qısa yollar idi və burada da tətbiq edilir. Restore down pəncərənin əvvəlki ölçüsünə bərpa edilir, maksimizə tam ekran açılır və Windows 11-də gələn Snap Layout rejimləri də Restore down işarəsinə müraciət edəndə açılır. Snap Layout nə idi? Eyni anda bir neçə pəncərə ilə paralel işləməyə imkan verən bir rejim idi. Ondan sonra bir də Minimize əmrini görəcəksiniz. Minimize isə nə üçün istifadə edilirdi? Proqramı tapşırıqlar panelinə bükmək üçün nəzərdə tutulurdu. Ondan sonra biz bu boş sahənin hər hansı bir yerində sağ düymə sıxsaq, bu şəkildə belə bir kontekst menü açılacaq. Bu kontekst menüdə də əslində yenə idarə düymələrini görəcəksən. Restore'dur, dediyi əvvəlki ölçüsünə bərpa eləyir. Move və size pəncərənin ölçüsünü və yaxud da yerini dəyişmək üçündür. Bu da nə vaxt aktiv ola bilər? İndi pəncərə tam ekranda deyilsən, onun nə yerini dəyişə bilməsən, nə ölçüsünü. Ona görə Restore down edirsən və bu zaman artıq bu əmrlər aktivləşdirilir. Move, həmin bu, məsələn, hal-hazırda proqram pəncərəsi solda yerləşir. Onu ekranda yerini dəyişmək, sayısı ölçüsünü dəyişmək üçün istifadə edilir. Minimize və maximize əmrinin təyinatını bilirsən, close'u da yenə bilirsən, ona görə təkrar sadalamayacağım. Və keçək sol tərəfdə. Sol tərəfdə isə hal-hazırda aktiv olan qovluq hansıdırsa, yəni hansı qovluğun daxilindəsənsə, o qovluğun adı əks olunur. Yəni, sən hansı qovluğa müraciət eləsən, həmin bu yuxarıda o qovluğunu da görəcəksən. Hətta burada bir neçə dənə tab açıb ayrı-ayrı qovluqlara baxmağa da imkan verir bu sahə. Sonra keçək ikinci sətrə. İkinci sətirdə görək nələr yerləşir. Sağda search sahəsini görəcəksən. Search area deyirik bu sahəyə. Bu sahə axtarış sahəsidir. Bəs harada axtarış edir? Cari qovluqda. Məsələn, mənim cari qovluğumun adı onsuz da yuxarıda görünürdü. Desktopdur, düzdürmü? Deməli, search harada axtarış eləyəcək? Elə axtaracağı yeri də özü yazır. Desktopda axtarış eləyəcək. Yəni, sən hansı qovluğa keçirsənsə, search düyməsi isə həmin qovluğun daxilində axtarış üçün nəzərdə tutulur. Ondan sonra həmin bu sahəni aktivləşdirməyin qısa yolu isə nə idi? F3 düyməsi idi. Sonra sola doğru gəlsək, burada biz hal-hazırda hansı qovluğa müraciət etmişiksə, o qovluğa gələn yolu görürük. Yəni, qovluğun
Yəni kataloqun, faylın yerləşdiyi kataloqun yolu anlayışını əvvəldən keçmişdik. Deməli, həmin obyektə qədər olan yol başa düşülür. Məsələn, mən hal-hazırda hansı qovluqdayım? İnformatika materialları qovluğundayım. Bəs bu qovluğa necə daxil olmuşam? Ümumi ZSPC-yə, oradan D-diskinə, oradan da informatika materialları qovluğuna daxil olmuşam. Yəni bu sahə nəyi göstərir? Deməli, həmin bu müraciət elədiyim qovluğun yolunu göstərir. Burada tam yol, qovluğun tam yolu da deyə bilərsən. Əslində bu da doğrudur. Yəni qovluğun tam yolunu göstərir müraciət elədiyin. Sonra qarşısında görürsən hər bir qovluğun qarşısında belə bir işarə var. Bu işarəyə müraciət edəndə işarə aşağı doğru açılır və bu nə üçündür? Bu həmin müraciət elədiyin qovluğun daxilində olan alt qovluqları göstərmək üçün nəzərdə tutulan bir əmrdir. Yəni sən burdan müraciət etdiyin qovluğun daxilindəki alt qovluqlara nəzər sala bilərsən. Keçək sol tərəfə. Sol tərəfdə görəcəksən refresh yeniləmək üçündür. Qısa yolu F5-dir. Ondan sonra up to yuxarı səviyyəli qovluğa keçid üçündür. Bəs yuxarı səviyyəli qovluq ümumiyyətlə nə deməkdir? Gəlin bu haqqda danışım. Yuxarı səviyyəli qovluq dedikdə biz nəyə başa düşəcəyik? Burada same window hissəsini aktivləşdirməmişəm. Aktivləşdir. Deməli uşaqlar, yuxarı səviyyəli qovluq nə deməkdir? Yəni müraciət etdiyin qovluq hansı qovluğun içərisində yerləşirsə, həmin qovluğa yuxarı səviyyəli qovluq deyilir. Məsələn, mən hal-hazırda DG yeni materiallar adlı qovluqdayım. Bu qovluq hansı qovluğun içində yerləşir? DG material. Deməli, mən up to deyəndə həmin qovluğa keçid edirəm. Yəni yuxarı səviyyəli qovluq nə deməkdir? Yəni cari qovluq hansı qovluğun içərisində yerləşirsə, həmin içərisində yerləşdiyi qovluq nəzərdə tutulur. Yəni up to əmrinin təyinatı bu qaydadadır. Bəs bunun qısa yolu da necədir? Bunun qısa yolu isə alt yuxarı oxdur. Yəni bu şəkildə müraciət edə bilərik. Bir də nə idi? Üzrlü Nə? sayın sözü F3 dediniz, F3-ü basanda. Bu axtarış sahəsini aktivləşdirir, axtarış üçün nəzərdə tutulur. Deməli, ondan sonra yəni search area hissəsini aktivləşdirir. Ondan sonra gəldik burada forward və backward əmrlərinə. Biz bir-birinə daxil olmayan fərqli qovluqlara keçid edirik. Bu qovluqlar arasında öncədən müraciət etdiyimiz qovluğa keçid etmək üçün back to, daha sonra müraciət etdiyimiz qovluğa keçid etmək üçünsə forward əmrlərindən istifadə edə bilərəm. Yəni öncəki və yaxud da sonrakı qovluqlara keçid üçün nəzərdə tutulan əmrlərdir. Bunların qısa yolları isə alt sola və alt sağa oxdur. Yəni bu şəkildə biz bu hissəni öyrənmiş olduq. Sonra pəncərənin sol tərəfində ümumi olaraq naviqasiya panelini görəcəksən. Naviqasiya paneli nə üçündür? Deməli, qovluqlar və onların içindəki alt qovluqlara keçid üçün nəzərdə tutulan bir sahədir. Naviqasiya panelini ilk dəfə görmürsünüz. Siz dediyim kimi 5-ci fəsildə bunu görmüşdünüz. Naviqasiya panelində qovluqlar iyerarxik formada əks etdirilir. İyerarxik nə deməkdir? Deməli, ağacvari deməkdir. Yəni, burada qovluqlar iyerarxik formada əks olunurdu. Bu qaydada görürsən ki, əks olunur. Bu iyerarxik struktura gəlin nəzər salaq. Bir dənə mən bu hissənin şəklini götürüm. Bu haqda danışaq. Bunu Word-ə əlavə edeyim. Deməli, uşaqlar, bu iyerarxik strukturda hal-hazırda yuxarı səviyyəli qovluğumuz nədir? D-diskidir. Deməli, D-diskinin daxilindəki qovluqlara müraciət edirik. D-diskinin daxilində olan qovluqlar baxın bunlardır. Bunların üçü də eyni səviyyəli qovluqdur. Çünki bunlarda üçü də D-diskinin içərisində yerləşir. Bəs hardan bildim eyni səviyyəli qovluqlardır? Çünki üçü də bir xətt üzərində yerləşir. Yəni, bir xətt üzərində yerləşirsə, deməli, bu D-nin alt qovluqlardır hər biri. İndi görəcəksən ki, informatika materiallarından aşağı ox açılıb, görürsən? Bu da onu nəyə göstərir? Yəni, informatika materialı qovluğuna daxil olduğumuzu. İnformatika materialları qovluğunun içərisindəki qovluğumuzda baxaq görək hansı qovluqdur. Deməli, DG material qovluğudur. DG material qovluğuna bir də müraciət etmişəm. Bunun da alt qovluqları açılıb. Deməli, hansılardır? A, B, C, D. Deməli, bu qaydada görürük ki, qovluqların iyerarxik strukturu əks olunub. Mən istəyirəm bunun indi şəklini çəkərək sizə göstərim ki, nə demək istədiyimizi iyerarxik formada anlayasınız. Çünki siz iyerarxik şəkli görmüşdünüz. Bir də buradan əlaqələndirib göstərim. Digitizeri tez qoşum.
yoldaşlar, baxın bura. Mən ümumi baş kataloqum nədir? D diskidir. Hansı ki D diskinə müraciət elədim. D diskinin burada alt qovluqları açıldı. Deməli, eyni səviyyəli qovluqlar bu üçü idi, eyni xətt üzərində olan. Birincinin adı çox uzundur. Öyle qısaca yazdım 2026. O birisi nədir? İnformatika materiallar. O birisi də informatika daha doğrusu. İnformatika 2026. O üçüncü qovluqsa informatika materiallardır. Sonra informatika materiallarından da hansı qovluğa keçid elədim? Deməli, alt qovluğa keçid elədim. Deməli, DG material qovluğuna keçid elədim. Sonra həmin DG material qovluğundan da yenə alt qovluqlara keçid elədim. Bunlar hansılardır? A, B, C, D. Yəni gördüyün kimi burada nə əks olunub? İyerarxik struktur əks olunub. Bununla bağlı da qəbula bir neçə dəfə sual təkrar düşür. Yəni iyerarxik strukturu verir və buradan belə suallar verir. Məsələn, deyir ki, hansı iyerarxik struktura uyğun olaraq yeni yetirilən əməliyyatların ardıcıllığını müəyyən edin. Yəni, məsələn, bu iyerarxik struktur necə yaradılıb? Deməli, D diskinə daxil olunub, içərisində 2026-01-01 qovluğu yaradılıb, informatika 2026 qovluğu yaradılıb və informatika materialları 2025 qovluğu yaradılıb. Bunlar D diskinin içərisində yaradılan qovluqlardır. Daha sonra informatika materialları qovluğuna daxil olunub və içərisində DG material qovluğu yaradılıb. Sonra DG material qovluğuna daxil olunub və içərisində A, B, C, D qovluqları yaradılıb. Yəni bu iyerarxik ala bilmək üçün bu ardıcıllığı sən icra etməlisən. Bəli, buyur. Bəs niyə o ikisinin rəngi rəhlidir, amma üçüncünün rəngi yoxdur? Onların fərqi var. Harda rəng yoxdur? Belə alınıb bir haşiyə. Hə, bunu deyirsən, çünki seçmişəm, ona görədir. Onun bir fərqi yoxdur sizin üçün. Seçilən qovluğun rəngi tünd olur. Bu qaydada demək istəyirsənsə əgər. İkisi alt-alda olmuşsa ona görə. Hə, narahat olma. Yəni ikisi də seçildiyini göstərir. Müəllimə, iyerarxik formada deyəndə birincidən başlayıb sonuncuya qədər hamısını qeyd etməliyik, düzdür? Nuray, budaqlanma deməkdir iyerarxiya. Yəni bir-birinə daxil olan elementlərdir. İndi uşaqlar, məsələn, belə bir sual düşmüşdü qəbula. Deyir ki, aşağıdakı əməliyyatlar ardıcıl yerinə yetirildikdən sonra alınan qovluqların iyerarxik strukturu necə olar? Sual belə idi. Məsələn, yazılmışdı. A1 qovluğunu yarat. Ondan sonra yazılmışdı. A2 qovluğunu yarat. Sonra yazılmışdı. B2 qovluğunu yarat. Sonra yazılmışdı. A1 qovluğunu aç. Və B1 qovluğunu yarat. Belə bir sual düşmüş. Demişdi ki, bu əməliyyatları ardıcıl yerinə yetirdikdən sonra naviqasiya panelində qovluqların iyerarxik strukturu necə görünür? İndi uşaqlar, siz özünüz fikirləşin. İndi mənə şəkil şəklində ata bilməyəcəksiniz, onu bilirəm. Sadəcə özünüz üçün fikirləşin bir 15-20 saniyə. Ondan sonra mən deyim cavabını. Müəllimə, say soruşur, yoxsa Yox, şəkil olaraq. Bax, Temur, burada necə şəkil var iyerarxik strukturun? O şəkli istəyirsən. Hə, elə soruşur. Nə? Uşaqlar, baxın belə idi. Ardarda nə deyir? Deyir A1 qovluğunu yarat, A2 qovluğunu yarat, B2 qovluğunu yarat. Bunlar ardarda yaradılırsa, bu deməkdir ki, bunlar eyni səviyyəli qovluqlardır da, bir-birinin daxilində deyil. Yəni A1 qovluğunu yarat deyir, A2-ni yarat, B2-ni yarat. Sən də yarat. Düzdürmü? Sonra A1-i aç deyir. Artıq A1-i aç deməyin, yəni A1-ə daxil olmağın mənasına gəlir və A1-ə daxil olandan sonra da B1 qovluğunu yarat əmrini verir. Yəni daxil olduğun üçün B1 nəyin içində yaradılacaq? A1. Yəni deməli qovluqların iyerarxik strukturu baxın tam olaraq belə görünürdü. İndi gəlin bunu da proqramda özümüz də yerinə yetirək. Baxın, bu hissəyə.
Gəlirəm D diskində yeni bir qovluq yaradıram. Onun üçün də Ctrl+Shift N deyirəm. Yaratdım yeni qovluq. Qovluğuma ad verdim. Məsələn, A1. Artıq mən nə etdim? D1-in içində A1 qovluğunu yaratdım. Ondan sonra gəldim, yenə qovluq yaradıram. D-nin içində. Deməli, A2. Görsən, burada hiyerarxik formada A2 də göründü. Ondan sonra yaradıram yenidən D-nin içərisində. B2. Bu qaydada yaratdım. Ondan sonra deyir A1-i aç. Açdım, artıq A1-ə daxil olmuşam. A1-in içində yenidən qovluq yaradıram. Yaratdım, məsələn, B1 adlı qovluq. Və bu zaman hiyerarxik struktur, bir dənə bu hissəyə diqqətlə baxın, necə oldu? A1, A2, B2 görürsünüz, eyni xətt üzərindədir. Sadəcə A1-i açıb B1-i yaratdığım üçün B1 nəyin içərisində yerləşdi? A1-in içərisində yerləşmiş oldu. Yəni, bu qaydada biz qururuq. Yəni, ümid edirəm ki, bu da sizə aydın olmuş olar. İndi bunlar bizə lazım deyil deyə bunları da silirəm. Baxın, naviqasiya paneli belə. Sonra naviqasiya panelində növbəti qəbul sualımızsa keçən belə olmuş. Sual belə idi. Library qovluğuna daxil olan alt qovluqlar hansılardır? Olan və yaxud da olmayan. Deməli, library qovluğuna müraciət eləsən 4 dənə alt qovluq görəcəksən və bunları əzbərləmək lazımdır. Library qovluğuna daxil olan qovluqlar document, music, picture və videosdur. Baxın, bu isə mütləq əzbərlənməlidir. Baxın, bu. Kitabınızda da verilib adları. Yəni, bilin ki, söhbət buradan gedir. Naviqasiya panelindən deyəcəklərim bu qədər. Sonra keçək ümumi işçi sahəyə. Ümumi işçi sahədə biz nə görürük? Qovluqların məzmununu görürük. Məsələn, hansı qovluğa müraciət edirsənsə, o qovluğun daxilindəki qovluq fayl və qovluqları görmək üçün, baxın, siz bu work area hissəsinə baxırsınız. Yəni, seçilmiş qovluğun məzmununa baxmaq üçün nəzərdə tutulur. Və məzmunu haqqında geniş məlumat vəziyyət sətrində əks olunur. Məsələn, bu qovluğa daxil olan elementlərin sayı vəziyyət sətrindədir ki, neçə dənə element var? 13 dənə element var. Ola bilər ki, sən buradan bir neçəsini seçəsən, seçdiyin elementlərin sayı da yenə avtomatik olaraq vəziyyət sətrində əks olunur. Sağda isə görünüş rejimlərinin dəyişən müvafiq düymələr olacaq. Deməli, bunlar pəncərənin elementləridir. Pəncərədə qaldı bir dənə nə? Pəncərədə qaldı bir dənə command bar. Müəllimə, bu hansı hissəsi idi? Bunu qarışdırdım Enesə. Haran qarışdırdın, Aynur? Bu qovluqlar olan hissəni hansı bölmədən girdiniz? Məsəl ki, hansı bölmədən? Proqram açanda, Nuray, bu hissə onsuz da açılır. Bu hissə, Dediniz naviqasiya. bax, bu hissə navigation pane-dir. Qarşısındakı Aha. hissə isə, bax, bu gördüyün açılan sahə. Bura isə work area-dır. Məsələn, mən buradan tutan dəqiqi materiallar adlı qovluğu seçdim, açdım və görsən seçilidir. Və bunun məzmunundakı... Yəni, onun içində açılanları deyirsiniz, work Onun area-dır. üçün məzmununa baxacağın sahə bu work area-dır. Oldu mu? Bəli, müəllimə, çox sağ olun. Sən də sağ ol, duyğuşdur. Deməli, uşaqlar, qaldı command bar, yəni komanda paneli və yaxud da komanda qutusu. Command bar sahəsində isə biz fayl və qovluqlar üzərində müxtəlif əməliyyatları aparmaq üçün müvafiq əmrlər yer alır. Hansı ki, bu əmrlər çox-çox vacibdir. Əvvəllər, məsələn, File Explorer-in ümumi interfeysində belə bir sahə yox idi. Çünki File Explorer-in interfeysi Word-ə oxşuyurdu. Necə Word-də Home və digər tablar varsa, orada da Home və bir neçə tab var idi. Biz o tablardan müraciət edirdik. Əslində daha çətin idi, çünki oranı da bir əzbərləməyə ehtiyac var idi. Amma burada command bar ümumidir. Yəni, burada sırayla öyrənəcəksən ki, hansı əmr nə iş görür. Birinci başlayaq ən sadə new əmrindən. New hansı qovluq seçilidirsə, həmin qovluğun içərisində yeni qovluq yaradılır. Biz açdığımız qovluğu da hardan görürük? Dedik, başlıq sətrindən də görə bilərik. Naviqasiya panelində seçili halda da görə bilərsən. Deməli, hal-hazırda bizdə açıq olan qovluq budur. Və bu qovluğun içərisində yeni bir qovluq yaratmaq üçün new əmrinə müraciət edirəm. Və new əmrinə müraciət edəndə folder, shortcut və ya fayllar yaratmaq üçün müvafiq əmrlər yer alır. Çünki mən bir qovluğun içində həm qovluq, həm fayl, həm də qısa yol saxlaya bilirəm. Folder əmrini icra etsəm, görəcəksən ki, boş qovluq yaradıldı. Bu qovluğa deyilir istifadəçi qovluğu. Və istifadəçi qovluqları susmaya görə bu qaydada sarı rəngdə olur, amma bu piktoqramı dəyişmək olar. Məsələn, qovluğumuza ad veririk, tutalım Nura.
Artıq bizim yaratdığımız qovluğun adı nədir? Nuray. Bu qaydada qovluğu yaradanı özünüz də adlandıra bilərsiniz, amma adlandırmasanız Sumaya görə new deməli bu qaydada olacaq. New folder olacaq. Yəni Sumaya görə verilən adsa budur. Bu qaydada qovluq yaradılır. Bəs bu qovluğu klaviaturadan yaratmaq üçün qısa yolumuz nədir? Gəlin bu haqda danışaq. Yeni qovluq yarada bilmək üçün klaviaturadan Ctrl-Shift-N sıxacaqsınız. Yadınızdadır, biz Word-də, Excel-də, PowerPoint-də və Access-də fayl yaratmağı öyrənirdik. Amma indi isə qovluq yaratmağı öyrənirsən. Ona görə bilməlisən ki, fayl və qovluğun yaradılmasında mütləq fərq olmalıdır. Çünki qovluq fayllar qrupudur. Ona görə faylları yaradarkən müvafiq proqramda Ctrl-N sıxırdıq, amma qovluqları yaradarkən müvafiq, yəni File Explorer'də və yaxud da iş masasında elə Ctrl-Shift-N sıxacaqsan. Yəni burada Shift ilə bir fərqləndirir onu. Ctrl-Shift-N yeni qovluq yaratmaq üçün istifadə edilir. Daha sonra keçək növbəti əmrimizə. Cut və copy, bir də paste əmrləri. Olmazsa olmaz əmrlər Word-də də gördüyün, Excel-də də gördüyün əmrlərdir. Artıq təyinatlarını bilirsən. Məsələn, əgər mən heç bir obyekt seçməsəm, görəcəksən ki, cut və copy də passivdir. Word-də də bu qayda belə idi, burada da belədir. Deməli, obyekt nə vaxt açılır? Daha doğrusu cut və copy nə vaxt görünür? Obyekt seçiləndən sonra, yəni hər hansı fayl və yaxud da qovluq seçildikdən sonra cut və copy əmrləri aktivləşir. Yaxşı, cut və copy əmrlərinə nə deyirdik? Onların adları var idi. Bunlardan hansı köçürmə, hansı yer dəyişməkdir uşaqlar? Köçürmə və yer dəyişmə ifadələrindən istifadə edirdik. Copy əmrinə nə deyirik? Köçürmə copy idi, yer dəyişmə cut. Ayala, düzdür. Burada da eyni qaydada. Köçürmə, copy, yer dəyişmə isə cutdır. Bəs kim deyir, cut və copy'nin fərqi nə idi? Copy-də mübadilə buferinə deyəsən kopyalanırdı. İkisində də mübadilə buferi istifadə edilir Ayşə. Çünki ikisi də mübadilə buferi əmridir. Yəni kartda silinirdi, amma kopyada silinmirdi. Əla Nigar xanım, düzdür. İstədiyim cavab buydu. Kartda obyekt əvvəlki yerinə silinir, kopyada isə qalır. Zaten ona görə birinin adı yer dəyişmə, birinin adı köçürmə dayısı. Yer dəyişmə odur ki, yəni kəsir götürür, yerini başqa yerə dəyişirsən. Ona görə məntiqən nə etməlidir? Əvvəlki yerindən silinmiş olmalıdır. Kopya isə köçürür, yəni kopyasını köçürür. Özünü əvvəlki yerdə saxlayıb, onun yeni bir surətini yaradır. Ona görə biz cut və kopya bu qaydada ad vermişik. Burada da eyni qaydada fərqlənəcək. Cut ediləndə öz əvvəlki yerindən silinəcək, kopyalanan obyekt öz əvvəlki yerində qalacaq. Gəlin baxaq. Məsələn, burada mən Nuray qovluğunu yaratmışdım. Kopyaladım. Nəsə oldu Nuray qovluğuna? Heç bir şey olmadı. İndi gəlirəm A qovluğuna. Bu qovluğa paste əmrini artıq aktivləşdirib icra etsəm, görəcəksən ki, Nuray qovluğu yapışdırıldı. Məsələn, B qovluğuna gəlirəm, yenə paste icra edirəm. C qovluğuna gəlirəm, yenə paste icra edə bilirəm. D qovluğuna gəlir, yenə də paste icra edə bilirəm. Və buradan belə bir nəticəyə gəlirəm ki, kopyalanan obyekt mübadilə buferindən silinənə qədər istənilən qədər yapışdırıla bilər. Deməli, copy'nin əsas cəhəti budur. Kopyalanan obyekt istədiyin qədər yapışdıra biləcəksən. İndi gəlin bunu cut üzərində yoxlayaq. Məsələn, burada bir dənə qovluq yaradıram. Məsələn, adı olsun tutalım Kənan. Yarat. İndi gəlin bunun üzərində cut əməliyyatını tətbiq edək. Bir dənə cut eləyəndə obyektə fikir verin, diqqətdən biraz yaxınlaşdırım. Bir obyektə siz fikir verin. Cut eləyəndə obyektdə necə bir dəyişiklik hiss elədiniz? Ay uşaqlar. Rəngi soldu. Əlası oldu. Bəli, istədiyim buydu. Görürsən, cut ediləndə solur. Və sonra gəlirəm A qovluğuna. Və bu zaman paste əmri aktiv olur, paste icra edirəm, Kənan yapışdırıldı. Əvvəlki qovluğa daxil olsan burada Kənanı görəcəksənmi? Görməyəcəksən. Çünki cut'ın təyinatı nə idi? Cut öz əvvəlki yerindən silirdi. Yəni yerini dəyişmək üçün idi. Və A qovluğuna gəldim, yapışdırdım. İndi paste əmrinə fikir ver. Paste əmri aktivdirmi? Xeyr. Məsələn, B qovluğuna gəlib yapışdıra biləcəmmi təzədən? Və yaxud da C qovluğuna gəlib təzədən yapışdıra bilirəmmi? Xeyr, yapışdıra bilmirəm. Ona görə də buradan belə bir nəticəyə gəlinir ki, kopyalanan obyekt mübadilə buferindən silinənə qədər yapışdırıla bilər,
Amma kat edilən obyekt neçə dəfə yapışdırıla bilir? Bir dəfə. Bu da kat və kopinin ikinci fərqidir. Başa düşdünüz? Müəllimə, qayda keçən məsələn bir dəfədə, amma kopyalayanda istədiyimiz qədər kopyalaya bilərik də. kopyalaya Yapışdır. bilərik, yox Nuray, yapışdırmaq üçün Hə, idi yapışdırmaq. qayda. Bəli. Uşaqlar, bu qayda çox vacibdir. Qəbulda da istifadə edilən qaydadır. Yəni Windows 10-da da 11-də də, hətta 7-də də belə idi ki, belə də qalır. Deməli, kat və kopyanın əsas fərqləri odur ki, kat edilən əvvəlki yerinə silinir, kopyalanan əvvəlki yerində qalır. Kat edilən obyekt bircə dəfə yapışdırılır, yəni üzərində paste-əmri bir dəfə icra edilir. Amma kopyalanan obyekt mübadilə buferindən silinənə qədər yapışdırıla bilir. Bunu da özünüzdə qeyd aparsanız çox yaxşı olar. Və beləliklə bunu da öyrəndik. Paste əmri də ki, bildiyimiz kimi. İndi kat və copy-ni biz mübadilə buferindən, kat və copy mübadilə buferi əmridir. Yəni biz yer dəyişmə və köçürməni mübadilə buferindən istifadə edərək icra etdik. Düzdürmü? Bəs mübadilə buferindən istifadə etmədən yer dəyişmə və köçürmə etmək mümkündürmü? Bəli, mümkündür. Bunu da yenə Word-də öyrəndiyiniz qayda burada tətbiq edilə biləcək. Word-də mübadilə buferindən istifadə etmədən yer dəyişmə və köçürməni necə edirdiniz? Kontekst menüsündən. Kontekst menüsündən eləyə bilirdinizmi? Kontekst menüdə də cut copy idi də, yəni orada bir şey dəyişmir. Bundan tutub sürükləyərək olmadı. Bəli, Nuray, düzdür. Mouse-la sürükləməklə, düzdür. Çünki mouse-la sürüklənmə drag and drop texnologiyasına aid edilirdi. Drag and drop texnologiyası da nə idi? Mübadilə buferindən istifadə etmədən yer dəyişmə və köçürmə əməliyyatları idi. Yəni biz bu əməliyyatları mübadilə buferindən istifadə etmədən də edə bilirik. Bu üçün obyekti Ctrl vasitəsilə sürükləyə bilərsən. Fikir verin yaxından copy to əmri gəlir. Yəni copy ayrı şeydir, copy to ayrıdır. Copy to mübadilə buferindən istifadə etmədən nə edir? Sürətini köçürür. Baxın, şöyle artıq hər iki qovluqda var və kontrolla sürükləyirsən. Bəs shift-dən sürükləsəm nə baş verir? Shift-dən sürükləyəndə isə yer dəyişir. Məsələn, A qovluğuna gəlirəm. Görürsən artıq şələ qovluğu buradan silindi. Çünki yer dəyişimi icra edildi. Ona görə də indi Ctrl Z deyim, bərpa edeyim. Deməli uşaqlar, ona görə də kat və copy-nin, yəni yer dəyişimi və köçürməni icra etməyin, yəni mübadilə buferindən istifadə etməyin, icra etməyin yolu nədir? Drag and drop texnologiyasıdır. Yəni mouse'un göstəricisindən sürükləmək. Yadınızda saxlayın, Ctrl-la sürükləyəndə sürəti yaradılır. Shift-dən sürükləyəndə yer dəyişimi halı baş verir. İndi siz mənə cavab verin görüm. Hansı ki, keçən dərsdə bu haqda danışmışdıq. Mən görüm axtardığım əlavə də varmı? Yox. Hə. Keçən dəfə biz qısa yolun yaradılmasını da öyrənmişdik. Qısa yolun da yaradılarkən ya mübadilə buferindən copy-dən istifadə edirdin, ya da ki, mouse-la sürükləyərək. Yaxşı, hansı düymələr sıxılı vəziyyətdə obyekti sürükləyəndə qısa yol yaradılırdı? Bəli, kim idi alt deyən? Bilmirəm. Deməli, alt düyməsindən, sonra bir də başqa hansılardı? Deyəsən, yoldaşlar, dərs öyrənməmişsiniz, ha? Tamam, mən deyim. Shift alt. Shift alt yox. Deməli, yoldaşlar, baxın, alt düyməsi, bir də Ctrl Shift, həmçinin sağ düymə ilə sürükləyəndə qısa yol yaradıla bilir. Onun üçün də gəlin sizdən bir yerdə ümumiləşdirək, özünüz üçün bir dənə qeyd aparın. Baxın, başlığımız belədir. Drag and drop texnologiyası. Drop texnologiyası. Deməli, Ctrl və mouse'un sol düyməsi. Nə oldu? Ctrl və mouse'un sol düyməsi. Köçürmə. Shift və... Burada qrupa da atarsınız da, rəhmət olmasın. Asiya, bir dənə screen eləyim, mənim yadımdan çıxmamış, özünüz şey deyirsiniz, sonra götürüb şəkil atarsınız. Shift mouse'un sol düyməsi.
Yer dəyişimi. Ctrl Shift. Nasıl? Və S də yazıram, bilin ki, sol düymə nəzərdə tuturam. Hər düymədə əslində hər üçü var. Həm yer dəyişmə, köçürmə də var. Yer dəyişmə də var. Hətta qısa yol da var. Necədir ki, hamısı onu deyəcəm. Onu hələ ki şəklini çəkin. Özünüz kitaba köçürərsiniz sonra. Götürdünüz uşaqlar. Bir də drag and drop'un mahiyyətini başa düşdünüz ki, drag and drop nədir? Drag and drop'u lap əlavə də qeyd kimi yazın ki, drag and drop mübadilə buferindən istifadə etmədən yer dəyişmə, köçürmə və qısa yol yaradılması üsullarıdır. İndi gəlin sağ düyməni də bir dənə göstərim. Bax, sağ düymə ilə sürükləyəndə belə bir pəncərə açılır. Copy here vasitəsilə kimsə yazmışdı, chat bölməsinə düzdür. Copy here yerini dəyişir. Daha doğrusu surətini köçürür. Move here yerini dəyişir. Create shortcut here isə qısa yolunu yaradır. Hətta arxivə də əlavə etməyə imkan verir. Yəni bu qaydada sağ düymə ilə sürükləyəndə alt menyu açılır və oradan sən hansı əməliyyatı icra etmək istəyirsənsə, ona uyğun seçirsən. Məsələn, qısa yolunu yaratmaq istəyirsən, nə deyəcəksən? Shortcut əmrini seçəcəksən. Yəni bu qaydada tətbiq edilir. Bu da mübadilə buferindən istifadə etmədən yerinə yetirə biləcəyimiz əmrlərdir. Sonra yoldaşlar. Burada kontekst menyuda da cut copy əmrləri var. Sadəcə kontekst menyuda olan bu əmrləri birazdan ümumi kontekst menyuları keçəcəm. Orada yenidən toxunacağım. Ona görə qalsın hələ ki. Sonra davam eləyək rename əmrinə. Rename əmri ad dəyişmək üçün istifadə edilir. Ad dəyişməyində bir neçə dənə üsulu var. Diqqətlə qulaq asın. Deməli, hansı hissədir? Command bölməsindən dəyişə bilərdik. Deməli, command dediyimiz hansı bölmə idi? Bu yuxarıda gördüyünüz sətr idi. Ümumi gördüyünüz sətr idi. Deməli, bu sahədən rename əmrini tətbiq edə bilərsən. Məsələn, adını qoyduq, Talan Leyla. Bu qaydadır. Ondan sonra ad dəyişməyin bir digər üsulu nədir? Üzərində görürsünüz bir dənə. Üzərində fasiləli şəkildə 2 dəfə klik etmək. Ondan sonra sağ düymə ilə açılan menyudan rename əmrini icra etməkdir ki, yuxarıda görəcəksən. Rename'in qısa yolda klaviaturadan F2-dir. F2 düyməsini də sıxa bilərsən. Bir də Alt Enter deyərək Properties dialoq pəncərəsini aça bilərsən. Alt Enter deyərək Properties dialoq pəncərəsini aça bilərsən. Oradan da ad dəyişmə eləyə bilərsən ad sahəsində. Və beləliklə bu saydığım 5 dənə üsul obyektin, faylın və yaxud da qovluğun adını dəyişmək üçündür. Sizin üçün ümumiləşdirirəm, qeyd aparmaq istəyən aparsın. Deməli, ümumi command bar bölməsindən dəyişə bilərsən. F2 düyməsi ilə. Adın üzərində fasiləli şəkildə 2 dəfə sıxmaqla. Kontekst menyu vasitəsilə. Bir də ki, Properties dialoq pəncərəsindən. Properties dialoq pəncərəsindən. Yəni, bu 5 dənə üsul faylın və yaxud da qovluğun adının dəyişdirilməsi üsuludur.
Sonra yoldaşlar, davam eləyək. Müəllimə, sonuncunu təkrar deyə bilərsiniz? Properties dialog pəncərəsi. Deməli, sonra gəldik share əmrinə. Bu, paylaşmaq üçün istifadə edilir. Şəbəkədə paylaşma və yaxud da müxtəlif tətbiqlərdən istifadə edərək paylaşma imkan verən əmrdir. Sonra delete əmri, hamımızın bildiyi, hər yerdə inişi görən əmrimiz delete. Deməli, silmək üçündür. Yadınızda saxlayın ki, delete əmri ilə silinən obyekt hara düşür? Qısa yolu Ctrl-D-dir. Deməli, recycle binə düşür. Amma shift ilə çıxsan, recycle binə düşmədən silinir. Yəni delete və shift delete fərqini bu qaydada başa düşürsən. Sonra gəldik sort əmrinə. Sort əmri ilə bağlı da qəbula sual düşüb. Deməli, sort əmrinin təyinatı sıralamadır. Deməli, gəlin baxaq. Ada görə sıralama tətbiq edə bilərsən. Deməli, burada əskinlik deyirəm. Əskinlik nədir? Yəni, A-dan Z-ə, azdan çoxa, yəni artan sırayla sıralaya bilərsən. Ondan sonra burada sıralamanı hansı parametrlərə görə tətbiq edə bilərsən? Ada görə, date modify, dəyişiklik tarixinə görə, type tipinə görə, bu suma görə bu üçüdür. Bundan əlavə more deyərək, size ölçüyə görə, dəyişiklik tarixinə görə, müəllifə görə, tag və titula görə dəyişmə apara bilərsiniz. Yəni, dəyişiklik edə bilərsiniz. Yəni, sıralama apara bilərsiniz. Deməli, bu şəkildə sıralama bu rejimlərdə mümkündür. Sıralamada əskinlik və deskinlik isə azdan çoxa, çoxdan aza sıralamaq üçündür. Qrup pay isə aşağıdakı parametrlərə görə qruplaşdırmağa imkan verir. Hansı parametrlərdir? Əslində nəyə görə sıralayırsansa, həmin parametrlərə görə də yadınızda saxlayın ki, qruplaşdırmaq olur. Yəni, 2 dəfə əzbərləməyin də, bir dəfə ikisini yadda saxlayın ki, nəyə görə sıralayıramsa, həmin parametrlərə görə də qruplaşdırıram. Gəldik böyük hissəsinə, yenə çox vacib hissədir. Böyük hissəsindən görünüş rejimləri dəyişir. 7 neçə dənədir? 8 dənə görünüş rejimimiz var. Qısa yollar isə yazıldığı ardıcıllıqladır. Ctrl-1 extra large, Ctrl-2 large, Ctrl-3 medium. Yəni bu qaydada qısa yollar var. Bu arada bu da kitabda yoxdur. İstəsəniz bunu da özünüz üçün qeyd apara bilərsiniz. Mən üzərində yazacağım. Siz də şəklini götürərsiniz sadəcə olaraq. Əslində sıra nömrəsinə uyğundur da. Yəni ardıcıllıq necədirsə elə. Deməli, Ctrl-1 Ctrl-1 yox, Ctrl-Shift 1 Ctrl-Shift 2 belə. Necə daha bir-bir yazmıram. Daha bilin ki, bu ardıcıllıqlardır. Ondan sonra gəlin bu rejimlərə baxaq. Extra large olduqca böyük ölçüdə göstərir. Ondan sonra large böyük ölçüdə, medium orta ölçüdə göstərir. Small kiçik ölçüdə göstərir. Sonra list də kiçik ölçüdə göstərir. Fərqini birazdan izah edəcəm. Details deməli, adından da məlumdur. Ayrı-ayrı sütunlardan ibarət olur. Bu da obyekt haqqında daha ətraflı məlumat almağa imkan verir. Məsələn, hal-hazırda sumaya görə name, date, modify, type və size sahələri əks olunur. Hansı ki, bunlar da ad, yəni obyektlərin adını, dəyişiklik tarixini, tipini və belə deyim, ölçüsünü göstərir. Amma biz bunu fərdiləşdirə də bilərik. Yəni, yeni sütunlar da əlavə edə bilirik. Ondan sonra gəldik tiles əmrinə. Deməli, tiles əmri obyektləri orta ölçüdə göstərir və hər bir obyektin sağında obyektin adı, ölçüsü əks olunur. Sonra gəldik bir də content. Contentdə obyektlər arasında solğun xətlərlə ayırıcılar görəcəksiniz. Həmçinin sağda isə sütunda dəyişiklik tarixi və fayllar verilibsə, faylların ölçüsü əks olunur. İndi bu rejimləri fərqləndirək. Uşaqlar, extra large, medium, small və list. Bu rejimlərdə sən obyektlərin sadəcə adlarını görə bilərsən. Yəni, obyekt haqqında əlavə məlumat görməyin mümkün deyil. Sadəcə ilk 5 rejim adlarını göstərir. Və ilk 5 rejimdən extra large, large, medium da small da obyektlər üfüqi istiqamətdə düzülür. Həqiqətən də ardıcılığa bax. A, B, C, D. Görsən, bu hansı istiqamətdə üfüqidir. Bayaq listdən bir-birinə bənzəyirdi. İkisi də kiçik ölçüdə göstərdi. Elə fərqi də sıralanmadaydı. Baxın, small'a fikir versən A, B, C
nədir? Sətr istiqamətdə sıralanma tətbiq edilir. Amma listə sütun istiqamətdə düzülür obyektlər. Zaten siyahı sözündə ağlımıza gəlir ki, siyahı necə olur? Yuxarıdan aşağıya. Ona görə də yuxarıdan aşağıya sıralandığını bu qaydada yadında saxlaya bilərsən. Sonra DTS görünüş rejimi yeganə görünüş rejimidir ki, burada filtrlənmə əməliyyatı tətbiq etmək olar. Filtrlənmə nədir? Məsələn, tutalım, mən bugün yaratdığım, üzərində işlədiyim obyektlər görmək istəyirəm. Today əmrini icra edirəm. Baxın, həmin obyektlər əks olunur. Yəni, üzərində əməliyyat apardığım obyektlər. Ondan sonra type-dır, tipə görə filtr tətbiq edir. Məsələn, mən sırf PDF-lər görmək istəyirəmsə, burada PDF seçimini seçirəm və qovluqda sadəcə PDF-lər görsənir. Mən ölçüyə görə də yenə tətbiq edə bilirəm. Yəni, filtr tətbiq edilə bilən, filtr nə idi? Süzgəc yəni. Süzgəc tətbiq edilə bilən yeganə görünüş rejimi DTS görünüş rejimidir. Yəni, bu da bu qaydada uşaqlar. Dediyim kimi, burada sütunları artıra da bilərsən. Sütuna görə 4 dənə sütundur. Name, date, modify, type, size. Buradan date'dir, type'dir, size-ı bunları passivləşdirə də bilərsən. Amma name hər zaman qalır. Yəni, name'ə o əməliyyatı tətbiq etmək olmur. Görsən, name solğundur. Ondan sonra gəldik. Həmçinin yaradılış tarixi, müəllif, taq və titul əlavə etmək olar. Əslində, bu da yenə tanış mənzərədir. Nəyə görə sıralanırdısa, həmin əlamətlərə görə də, belə deyim, həmin parametrlərdə bu görünüş rejimində sütun olaraq əlavə etmək mümkün olur. Yəni, ola biləcək sütunlar bunlardır. Sonra keçək növbəti hissəyə. View hissəsində Tiles-dır. Tiles-dən indi medium nətər fərqləndirəcəksən? Çünki medium da orta ölçüdə göstərir, tiles də orta ölçüdə göstərir. Sadəcə olaraq uşaqlar, tiles-də hər bir obyektin sağında obyekt haqqında məlumatlar əks olunur. Xüsusilə də həcmi görsənir. Amma dedim ki, ilk 5 görünüş rejimində həcm görünmür. Ona görə tiles və medium fərqlənir. Content isə ən rahat seçilə bilən görünüşdür. Bu, Azərbaycan dil dəftəri olur belə. Satır, sədr, üfüqi istiqamətdə. Ona bənzəyir sanki. Yəni, o solğun xətlərdən, bu ayrıcı xətlərdən rahatlıqla fərqlənə bilən görünüş rejimidir. Hətta istəyirsiniz, gəlin qeyd yazaq. Yazın özünüz üçün, mən deyim, siz də yazın. Yazın. Extra large, large, medium, small list. Bu görünüş rejimlərində obyektlərin sadəcə adı görünür. Evet. Sonra yazın. Yerdə qalan görünüş rejimləri details, types, content. Bu üç görünüş rejimində faylların həcmləri əks olunur. Yəni, faylların həcmləri görünür. Müəllimə, sətr formasında olan hansıydı? Deyəcəm, evet, qeydləri bir-bir deyəcəm. Sonra small və list görünüş rejimlərinin bir-birindən fərqi. Yazın, qoşu nöqtə. Small və list görünüş rejimlərinin bir-birindən fərqi. Small görünüş rejimində obyektlər üfüqi istiqamətdə, yəni sətr istiqamətində düzülür. List görünüş rejimində isə obyektlər sütun üzrə, yəni şaquli istiqamətdə düzülür. Sonra yazın. Medium və tiles görünüş rejimlərinin bir-birindən fərqi.
medium, bir də tiles görünüş rejimlərinin bir-birindən fərqi. Tiles görünüş rejimində faylların həcmləri görünür və məlumatlar obyektin sağ tərəfində əks olunur. Yəni piktoqramın sağ tərəfində əks olunur. Amma mediumda bu belə deyil. Bu belə uşaqlar. Görünüş rejimlərindən də bu qədər. Sonra show bölməsinə keçid edəndə alt pəncərə açılır. Bunlar hansılardır? Navigation pane. Navigation pane əmrinin qarşısında təsdiq işarəsi olduğundan sən sol tərəfdə navigasiya panelini görə bilirsən. Əgər passivləşdirsən, sən solda navigasiya panelini görməyəcəksən. Yəni bu qaydada fərqlənir. Ondan sonra compact əmri. Compact əmrinin təyinatı belə deyim. Sol tərəfdə, yəni navigasiya panelində elementlər arasındakı məsafəni azaldaraq navigasiya panelində eyni anda daha çox o element görməyə imkan verən bir əmrdir. Əgər bu əmri passivləşdirərsəm, görəcəksiniz ki, aralarındakı məsafə artdı. Sonra item checkbox. Bu obyektlərin daha rahat seçilə bilməsi üçün qarşısına seçim qutusu əlavə edir. Bu da sadəcə mouse'un köməyi ilə obyektləri tək-tək seçməyə imkan verir. Yəni əsas fərqi baxın budur. Əgər bu əmr olmasaydı, mən necə seçim aparacaqdım? O zaman isə biz klaviaturadan istifadə edirik. Məsələn, bunu da əvvəlki yəni ofis proqramlarında yazmışdıq. Yanaşı obyektlər hansı düymənin köməyi ilə seçilirdi? Ki, burada da eyni qayda keçərli olacaq, ona görə soruşuram. Hə, uşaqlar? Mənim qoçaq tələbələrim, nə olub? Bayramda stalisindən yemisiniz, beyninizdə nə var, nə yox, silinib, ancaq stalisin olub. Olub. Aha, düzdür, Elminaz. Control ayrı-ayrı, Shift-i də İsmail yazıb, düzdür İsmail. Shift isə ayrı, yəni yanaşı obyektləri seçir. Deməli, baxın, mən A-nı seçirəm, yəni A adlı qovluğu. Shift-i çıxıram, məsələn, mövzu izahı qovluğunu seçirəm. Görürsən, A-dan mövzu izahlarına qədər bütün obyektlər seçir. Deməli, Shift yanaşı obyektlər seçmək üçündür. Baxın, bu Word-də də, Excel-də də, PowerPoint-də də, Windows-da da belədir. Yəni, dəyişən bir qayda deyil. Kontrol isə tək-tək, yəni ayrı-ayrı obyektləri seçir. Baxın, bu qaydada. Yanaşı olmayan obyektləri seçir. Yəni, bu da kontrolun təyinatıdır. Yəni, seçim qutusu yoxdursa əgər əlində, bu üsullarla obyektlər seçə bilirsən. Sonra show-da nələr var? File name extension. Extension dedikdə faylların ad genişlənməsi nəzərdə tutulur. Əgər o əmr passiv olsaydı, yəni sən fayl genişlənmələrini görməyəcəkdin. Baxın, fayl genişlənmələri görünməyəcəkdi. Sonra bir də hidden items əmri var. Biz obyektləri gizlədə də bilirik. Deməli, gizlədilmiş obyektlərin görünməsini təmin edən bir əmrdir. Məsələn, obyektləri gizlətmək üçün gəlirəm Optionsdan gizlədə bilirəm obyektləri. Əmri görə bilmədim. Dəyişiklik mi var burada? Kontekst menüyə qoydular mı? Buradan gizlədilmişləri göstərəcəm. Burada bu əmrləri yığışdırıblar. Tək çarə Properties pəncərəsində. Deməli, Properties dialog pəncərəsinə keçid edeyim. Alt Enter. Buradan hidden atributlar keçmişdi, yadınızdadır. Atributlar hansılardır? 4 dənə atribut idi. Read only, hidden, A arxiv, S sistem. Atributları da Properties-dən təyin edə bilirdik. Mən də buradan hidden atributu tətbiq edirəm. Tətbiq edəndə obyekt gizlədilir, amma solğun görünür. Bunun göstərilməsi üçün həmin bu
show hissəsində hidden items var. Bunu əgər passivləşdirsəm, gizlədilən obyekt, yəni B görünməyəcək. Yəni qısası hidden items gizlədilmiş elementləri görməyə imkan verir. Və gizlədilmiş obyektlər solğun rəngdə görünür. Sadəcə biraz gizlədilmə prosesini biraz uzadıblar. Ancaq buradan gizlədə bilirəm. Hidden attributu tətbiq edirəm. Belə. İndi bir də uşaqlar, nə qeydimiz olacaq? Bayaq solğun rəngdə görünmə halı başqa əmrdə də var idi. Hansı əmri icra eləyəndə obyektlər solğun görünürdü? Kat əmrini Əla, düzdür. Ona qeyd apara bilərsiniz. Obyektlər iki halda solğun rəngdə, solğun görünür. Bir, üzərində kat əmri tətbiq edildikdə, ikinci hal isə gizlədildikdə. Yəni bu iki hal obyektin solğun görünməsinə səbəb olur. müəllimə gizlətmə ancaq dediyi properties dialoq pəncərəsindən eləmək olar da, başqa heç cürə mümkün deyil. Əvvəl 3 dənə üsulu var idi, indi sadəcə bir dənə üsul qalıb. Hə. O da ki, properties dialoq pəncərəsi. Əslində yaxşıdır bir üsul olması. Sadəcə uzaq yerə qoydular da, rahat yerə qoymadılar. Deməli, bu da belə. Bundan da bu qədər. Da başqa bir şey qalmadı. Keçək more bölməsinə. Ando əmri. Ando əmri hal-hazırda var, read onu görmürsən. Çünki ando haqqında nəyi öyrənmişdik? Ando nə üçün istifadə edilirdi? İcra edilən əmri geri Geri alınması qaytarma. deyildi, geriyə qaytarma. Yerinə yetirilən əməliyyatı ləğv etmək idi. Əla. Yerinə yetirilən əməliyyatı ləğv edirdi. Read əmri, bəs artıq ando icra etdim deyə read gəldi. Read nə idi? Sonrakı özünə sonrakı Ləğv olan. ediləni bərpa eləmək üçün idi. Bəli. Deməli uşaqlar, buradan da hətta Word-də də bu qeydi yazdırmışdıq. Bura üçün də keçərlidir. Andonun aktivləşdirilməsi üçün öncə nə olmalıdır? Əməliyyat icra olunmalıdır. Çünki ando nədir? Yerinə yetirilən əməliyyatı ləğv edir. Deməli ando ancaq əməliyyat icra edildikdən sonra aktivləşir. Redo isə ancaq andodan sonra aktivləşir. Çünki ehtiyac yaranmazsa aktivləşə də bilməz. Necə cut copy obyekt seçilmədən öncə aktivləşmirdi? Yəni, öncə ehtiyac yaranmalıdır ki, həmin əmr o şəkildə aktivləşsin. Deməli, əməliyyatdan sonra ando, andodan sonra isə redo əmrləri aktivləşir. Bu da belə. Sonra compress to zip file bu arxiv qovluğunu əlavə edir. Pin to quick access. Baxın, naviqasiya panelində bu gördüyünüz sahə qarşısında da sancaq işarəsi olan quick access bölməsidir. Həmin hissəyə qovluqları bərkitməyə imkan verir. Copy path faylın və yaxud da qovluğun tam yolunu mübadilə buferinə köçürür. Tam yol nə idi? Bayaq ünvan sətrində gördüyünüz yol idi. Bunu göstərim. Baxın, Ctrl-V dedim. Həmin o A qovluğunun tam yolu əks olundu. Yəni tam yolu mübadilə buferinə köçürür. Select all bütün qovluq daxilindəki bütün elementləri, obyektləri seçir. Qısa yol nə idi select olun? Kontrol A-ydı. Kontrola. Kontrola. Kontrola, düzdür. Bir də inverse selection var. Uşaqlar, baxın, mənim qovluğumda hal-hazırda neçədən obyekt var? Vəziyyət sətrindən baxsam. 40 dənə obyekt var. Hal-hazırda sadəcə biri seçilib. İndi mən bir neçədən obyekt seçirəm. Düzdür. Hal-hazırda neçə obyekt seçmişəm? 6 dənə. Rahatsızmı? Vəziyyət sətrindən də görürsünüz. 6 dənə obyekt seçirəm. İndi inverse selection icra edirəm. Fərqə baxın. Inverse selection neyinədir sizcə? Yerdə qalanları digərlərini seçdi, altısından əlavə olanları. Bəli. Düzdür, tamamilə doğru. Deməli, inverse selection seçilmiş elementlərlə seçilməmiş elementlərin yerini dəyişir. Bayaq 40 elementdən 6-sı seçilmişdi. Yəni 34-ü seçilməmişdi. Inverse selection icra edəndə bu yerdə qalan 34-ü seçildi, 6-sı seçilmədi. Yəni bu qaydada inverse selection istifadə edilən bir əmrdir. Sonra buradan da bu qədər. Select-la isə ümumiyyətlə seçilməni ləğv edəcək. Gəldik bayaqdan adını 100 dəfə çəkdiyin o properties dialoq pəncərəsinə.
Qısa yolu Alt Enterdir. Properties dialoq pəncərəsi fayl və qovluq haqqında məlumatlara ətraflı baxmağa imkan verir. Hal-hazırda qovluqdasan. Qovluq dəqiqə materialdır. Buradan adını dəyişə bilirik. Bayaq qeyddə yazdırdıq. Type tipini görürsən. Location yeridir. Size ölçüsüdür. Size on disk isə diskdə tutduğu yerdir. Bunu görə bilirəm. Ondan sonra məzmunda neçə element var? 104 fayl, 21 qovluq var. Baxın, buranın şəklini versən. Neçə qovluqda neçə fayl var? Gör 104 fayl var. Neçə qovluq var? 21 qovluq var. Yaradılış tarixi və atributlarını görə bilərsiniz. Customize bölməsində isə biz piktoqramı dəyişə və digər əməliyyatlar icra edə bilərik. Yadınızda saxlayın ki, istifadəçi qovluqları sumaya görə sarı rəngdə olsa da, biz bunu fərdiləşdirə bilirik. Yəni, işarəsini dəyişə bilirik. Yəni, məsələn, ulduz qoysam, təsdiq eləsəm artıq qovluğun işarəsi dəyişəcək və ulduz olacaq. Müəllimə, qovluğu seçəndən sonra haqqında yəni baxa bilərik, yoxsa hansı qovluqdayıqsa ona baxırıq. Yazanda yəni məsələn Seçirsən, properties dialog. hansı zaten seçilmiş olur. Seçirsən, seçib baxırsan. Yəni, fayl seçirsənsə, faylın properties açılır. Qovluq seçirsənsə də qovluğun. Tamam mı? Aydın oldu müəllim. Seçirsən, seçdiyinə tətbiq ediləcək. Yoldaşlar, propertiesdə belə. Buradan File Explorer'i yekunlaşdırdıq artıq. Bilirəm, çox danışdım, çox danışmalı oldum. Çünki File Explorer'dən mütləq qəbulda bir dənə ya da iki dənə Windows'da sual düşür. Ona görə biraz ətraflı danışmalıydım. Sonra keçirəm növbəti hissəyə. Sizdə kitabda ardıcıllıqda qovluq və fayl üzərində əməliyyatlar gəlir. Əslində mən onu File Explorer'in içərisində keçdim. İndi keçəcəm kontekst menulara. Ümumiyyətlə, biz nələrin kontekst menusunu öyrənirik? Tapşırıqlar panelinin kontekst menusunu öyrənirik ki, bunu keçən dərs keçdik. Dedik ki, əmr var, Task Manager və Taskbar Settings. Sonra Start menunun kontekst menusunu keçirik ki, bunu da keçən dərs keçdik ki, aşağıdakı əmrlər mövcuddur. Bir də ki, yerdə nələr qalıb? İş masasının, faylın, qovluğun, Recycle menünün, qısa yolun kontekst menuları qalıb. Kontekst menular bu qədər şey sayıram deyə biraz gözünüz qorxa bilər, amma narahat olmayın. Məsələn, fayl, qovluq, qısa yol. Bu üçündən birini öyrənirsən, digərlərində sadəcə fərqli olanlarını öyrənirsən. Məsələn, başlayaq nədən? Fayldan başlayaq elə. Məsələn, LPT3 adlı bir dənə fayl var. İndi deyəcəksiniz LPT3 hardan gəldi. Nəysə, onun sonra hekayəsini danışarıq. Çünki qadağan olunmuş adı idi. İndi uşaqlar, belə bir kontekst menü ümumiyyətlə necə açılır? Açılması ilə bağlı bu il qəbula sual düşmüşdü ki, kontekst menü hansı üsullarla açılır? Məsələn, qəbul sualı idi. Kontekst menü açmaq üçün 3 dənə əsas üsulumuz var. Üzərində təbii ki, dədə-baba üsulumuz sağ düymə sıxmaqla. Ondan sonra klaviaturadan qısa yolu. Bəlkə biləsiniz, kontekst menünün qısa yolu nədir? Bilmirik. Shift F10'dur. Yəni bu öz proqramlarında da kontekst menü anlayışı var. Burada da. Bir də uşaqlar, klaviaturada da kontekst menü düyməsi var. Düz indi çox klaviaturalarda yoxdur. Amma yenə də işarəsinə baxın deyə göstərəcəm. Baxın, burada belə bir düymə var. Bax, bu düymə kontekst menü düyməsidir. Bu düymə ilə də birbaşa kontekst menünü aça bilərsən. Yəni 3 dənə üsulu var kontekst menünün. Kontekst menünü açmaq üçün bu şəkildə bacardıq. İndi üzərindəki əmrlər. Windows 11-də kontekst menü 2 dənə səviyyədən ibarətdir. Standart səviyyə, bir də Show More Options deyərək, yəni Windows 10-dakı kimi bütün kontekst menü əmrlərini görə bilərsiniz. Yəni birinci səviyyədə əsasən tez-tez istifadə edilən, ən çox lazım olan əmrlər yer alır. Deməli, bunlar hansılardır? Cut, copy, rename, share, delete. Bunlar hamısı təməl əmrlərdir ki, bunlar da əslində bu interfeys daha rahatdır ki, istifadəçi daha tez tapa bilir lazım olan əmri. Çünki ən çox istifadə edilən bu yuxarıdakı əmrlərdir. Open açır, Open with hansı proqramda açacağını təyin edir. Ondan sonra Share with vasitəsilə ötürə bilərsən. Add to favorite, deməli, favori qovluğunu əlavə edə bilərsən. Compress sıxa bilərsən. Copy as path, faylın yolunu kopyalaya bilərsən. Bunu da bayaq öyrəndik. Qısa yolda Ctrl-Shift-C faylın və ya da qovluğun tam yolunu mübadilə buferinə göndərir. Yeni obyekt yaradır. Bunlar bu şəkildə yarada bilərsən. Properties Alt Enter idi. Yəni Properties dialoq pəncərəsini açır. Notepaddə Redact edin deyə bir sahə var. Bu ancaq məsələn Word kimi, yəni mətn faylları üçün açılır. Yəni hər faylda görə bilməyəcəksən. İndi Word açdığın üzərində dayandığın fayl Word faylıdır deyə sən hal-hazırda bu əmri görürsən.
Sonra gəldik Show More Options. Show More Options bölməsini açmaq üçün klaviaturadan Shift və mouse'un sağ düyməsini sıxırsan, Shift mouse'un sağ düyməsi ilə açılır. Və bu standart kontekst menüdür, hansı ki Windows 10-da necə idisə eyni. Deməli, burada da ona görə əmrlər təkrarlanır. Open açmaq üçün də faylı, ona görə tünd rəngdədir ki, yəni bold qalın verilib ki, çünki mouse'un sol düyməsi ilə də bu əmr icra edilə bilir. Sonra Edit Redact-dədir. Bu da əksər Word fayllarında çıxır. New Word və digər redakt edilə bilən PowerPoint, Excel-də bu tipli fayllardır. New yeni fayl yaradır, print çap edir. Print də hər obyektə çıxmır. Bəzən görürsən, bəzən görmürsən. Favorite əmrini gördünüz, Share'di gördünüz, Open With-di gördünüz. Arxivə əlavə edə bilərsiniz. Yerdə qalan əmrlər əslində eynidir. Yəni sadəcə əvvəlki versiyada Create Shortcut və Save To bölməsində keçəndə qısa yol yaratmağı öyrəndik. Create Shortcut-dan Save To-nun fərqi odur ki, Save To sadəcə iş masasında qısa yol yaradır. Amma Create Shortcut cari qovluq içərisində, yəni seçdiyin obyekt hansı qovluğun içərisindədirsə, elə həmin qovluğun içində obyektin qısa yolunu yaradır. Sonra Bunu təkrar deyə bilərsiniz müəllimə? bax, Save To-da Create Shortcut var. Görürsən, bu Desktop Create Shortcut-dır. Save To sadəcə, yəni Save To-da olan müvafiq əmr, sadəcə iş masasında obyektin, seçilən obyektin qısa yolunu yaradır. Amma Create Shortcut isə seçdiyin obyekt hansı qovluğun içərisindədirsə, elə həmin qovluq içərisində qısa yol yaradır. Bu faylın kontekst menüsüdür. Keçək qovluğun kontekst menüsünə. Qovluğun kontekst menüsündə Cut, Copy, Rename, Delete əmrləri var, amma Share əmri yoxdur. Çünki qovluğa bu əmr tətbiq edilə bilmir. Open açır, Pin to Quick Access. Bu qovluqda var, faylda yoxdur. Həmçinin Pin to Start. Çünki Quick Access naviqasiya panelində yerləşirdi. Naviqasiya panelində də ancaq nələr saxlanırdı dedik? Qovluqlar. Ona görə də Pin to Quick Access məntiqən ancaq qovluğun kontekst menüsündə ola bilər. Pin to Start isə Start menüdə pinlənmiş, yəni bərkidilmiş proqramlar bölməsinə qovluğu əlavə edir. Bu da ki, yəni orada da ancaq proqram və qovluqlar yer ala bildiyindən Pin to Start sadəcə qovluğun kontekst menüsündə qarşımıza çıxacaq. Sonra fərqli əmr burada başqa yoxdur uşaqlar. Bir də print, edit tipli əmrlər də faylda olur, qovluqda olmur. Bu qədər. Baxın, qovluq artıq çox qısa. Sonra shortcut, yəni qısa yolun kontekst menüsünə baxaq. Deməli, faylda gördüyünüz əmrlərin eynisini təkrar edir. Burada bir dənə fərqli görəcəyin əmr Open File Location-dır. Çünki qısa yol o faylın özü deyildi. Faylın nə idi? Faylın istinad etdiyi obyektə keçid düyməsi, keçid işarəsi idi. Ona görə də bu qısa yolun adı burada, yəni qısa yolun özü iş masasına yerləşsə də onun istinad etdiyi fayl fərqli qovluqda yer ala bilir. Ona görə də həmin qovluğa keçid təmin edir. Deməli, bu fayl harda yer alırmış? Document qovluğunda yer alırmış. Amma qısa yol hardadır? İş masasındadır. Ona görə deyirik ki, Open File Location sırf qısa yolun kontekst menüsünə xas olan əmrdir. Bu da qısa yolun kontekst menüsü. Buradan da bu qədər. Sonra daha doğrusu üçünü bitirdik. Sonra This PC-yə gələk. This PC-ni də keçən dərs keçmişik. Yenə bir dənə üstündən keçək. Rename Delete əmrləri məlumat səhvdir. Open. Deməli, açır. Mən Network Drive, deməli, şəbəkədə istifadə edilən qovluğu, belə deyim, disk kimi, məntiqi disk kimi təyin edir. Network disconnect isə ləğv edir. Şəbəkədə əlaqələnmiş qovluqlar əlaqəni ləğv edilir. Əlaqə ləğv edilir aralarındakı. Pin to Quick Access, Access bölməsinə yapışdırır. Yəni Quick Access bölməsinə. Properties xüsusiyyətlər pəncərəsinə açır. Yəni bu da belə. Müəllimə, Pin to Start nə idi? O yadımdan. Start menüyə bərkidir. Start menü də buradır. Start menüdə pin bölməsi var. Yəni bərkidilmiş proqramlar oraya yapışdırmaq üçün. Unpin isə əgər yapışdırılıbsa ləğv edilir. Sonra Recycle Bill'in kontekst menüsü. Bu da çox da çətin bir kontekst menüsü yoxdur. Pin to Quick Access, yəni Quick Access bölməsinə bərkidir. Empty Recycle Bin. Recycle Bin'i boşaldır. Çünki Recycle Bin silinmiş fayl və qovluqları saxlamaq üçün idi və həmin sahəni, yəni həmin qovluqları silir, fayllar və qovluqları. Pin to Start menüyə bərkidir. Create Shortcut. Qısa yolunu yaradır. Rename adını dəyişdirir. Properties xüsusiyyətlər pəncərəsini açır. Buradan süsməyə görə Recycle Bin hansı məntiqi bölmədə saxlansın, bunu seçə bilərsən. Settings for Select Location bölməsinə isə, deməli,
custom size vasitəsilə recycle binində saxlanıla biləcək obyektlərin maksimal həcmini təyin edə bilərsiniz. Burada belə bir əmr var. Don't move file to recycle bin. Əgər bu əmr aktiv olarsa, sənin sildiyin fayllar recycle binə düşməyəcək, yəni düşmədən silinəcək. Yəni recycle bin bir növ artıq aktiv olmayacaq, yəni silinən birbaşa silinəcək. Necə shift delete birbaşa silirdi? Don't move file to recycle bin əmri seçiləndə də eyni hal baş verir. Və də display delete confirmation dialog, bu da nədir? Məsələn, mən nəyisə silmək istəyirəm də delete əmrini tətbiq etmək istəyirəm. Mənə sual verir. Bax, sual verir. Onu aktivləşdirim. Normalda məsələn, mən nəyisə silmək istəyəndə mənə sual verir ki, silinmi? Yəni silinsinmi? Bunu sual verərək silir. Yəni təsdiq elədiyin halda silir. Əgər sən həmin recycle bində həmin əmri passivləşdirsəydin, o zaman sual vermədən siləcək. Baxın, silməyə də cəhd göstərirəm. Görürsən, sual vermədən silir. Bir dənə siz soruşum da. Əgər sual vermədən silirsə, onda immediately deleted olur. Amma axı onu işarələmişsiniz orada. Nəyi? Sual vermədən silirsə, onda dərhal silinmə olur da, düzdür? Deyil, dərhal silinmə deyil, sual verir. Adi recycle binə düşür, sadəcə sual vermədən silir də. Okey. Amma o don't move to recycle bin seçəndə, orada sual verir, yenə dialog pəncərəsi aktivdirsə sual verir. Amma ki, recycle binə düşmədən silinir. Yəni, fərqli şeylərdir. İkisini də aktivləşdirmək olmaz da. Olar. Gəl ikisini də aktivləşdirək. Bəs. İkisini də aktiv eləyinəm. Təsdiqlədim. İndi məsələn, nəyisə silməyə çalışırsın. Bunu siləm. Və silmək istəyəndə confirmation dialog aktiv idi deyə sual verir. Amma bir dənə yuxarısını oxu. Mən nə seçmişdim? Don't move to recycle bin. O da deyir ki, recycle binə düşmədən silinir. Yəni istəyirsən mənə, ya istəyirsən recycle binə düşmədən silinəcək. Aydın nə? Bəli, müəllimə, çox sağ olun. Sağ ol. Recycle bində belə. Bir də ki, uşaqlar, recycle binə məsələn, faylın tutalım içərisində nəsə simvol sildin, söz sildin, təqdimat faylı slide sildin. Onlar faylın tərkib hissəsi deyə, onlar silinəndə recycle binə düşmür. Recycle binə faylın sadəcə özü düşür. Buna da diqqət edin. Bu da PowerPoint-da qəbul sualı kimi istifadə edilib. Belə. Sonra bir dənə bizdə nə qaldı? İş masasının kontekst menüsü qaldı. İş masasının kontekst menüsündən də qəbula son 2-3 ildə bir neçə dənə sual düşüb. Sualları hamısını kontekst menü üzərində deyəcəm. Məsələn, bu il düşmüşdü. Bu il deməyim, mən 2026-2025-də düşmüşdü. Nə? Deməli, sort by ilə bağlı əmr sual düşmüşdü. Birinci view'nu izah edeyim. View görünüş deməkdir. Yadınızda saxlayın ki, iş masasındakı obyektlərin sadəcə 3 dənə görünüş rejimi var. Large, medium, small 3 dənə rejim var. Və bu üçündə də obyektlər üfüqi istiqamətdə düzüldüyü üçün obyektlərin seçilməsi ancaq üfüqi istiqamətdə olur. Məsələn, network qovluğunu seçirəm. Shift sıfırlı vəziyyətə new folder qovluğunu seçəndə görürsən hansı istiqamətdə seçildi? Üfüqi. Çünki bu üç görünüş rejimində sıralama üfüqi olaraq olur. Sonra gəldik Auto Arrange Icons. Bu əmr aktiv olduğu üçün obyektlər avtomatik olaraq iş masasının sol tərəfinə düzləndirilir. Amma passiv olsaydı, baxın, obyektlərin iş masasının sağ tərəfinə də yerləşdirə bilərdik. Amma bunu tək-tək eləyə bilərik, avtomatik yox. Ondan sonra bir də Align Icon to Grid əmri var. Bu passiv olsa, obyektlər qarışıq vəziyyətdə yerləşdirmək olar. Yəni, müəyyən bir tor xəttə uyğun yox, qarışıq vəziyyətdə. Amma to grid əmr aktivdirsə, Align Icon to Grid. Bu əmr aktiv olanda obyektlər müəyyən bir tor xəttə görə nizamlanır. Yəni, iç-içə yerləşmir. Yəni, bu da bu şəkildə fərqlənir. Sonra keçək. Bu arada, yadınızda saxlayın ki, iş masasında obyektlər ancaq iş masasının soluna düzləndirilə bilər. Yəni, sağına yox, sağına avtomatik düzləndirmə yoxdur, tək-tək yerləşdirmək olur.
Bir də show desktop icon. Susmaya görə bu əmr aktivdir. Zaten bu əmr aktiv olduğu üçün siz iş masasındakı elementləri görə bilirsiniz. Əgər bu əmr pasiv olsaydı, ümumiyyətlə iş masasında element görməyəcəksiniz. Bu onun silindiyi mənasına gəlmir, sadəcə gizlənir, görünmür. Da belə. Sonra keçək sort by. Qəbula bu sort by əmri düşmüşdü. Sual belə idi. İş masasında obyektlər hansı parametrlərə görə sıralana bilər? İş masasında cəmi 4 parametrdir. File Explorer'də də sort əmri var idi. Orada seçimlər daha çox idi, amma burada sadəcə 4 seçim var. Ada görə, ölçüyə, tipə və son dəyişiklik tarixinə görə sıralana bilər. Sonra refresh yeniləmə idi. Qısa yolu dediyimiz kimi F5-dir. And əmri. Andın qabağında delete yazılmasının sizcə səbəbi nədir uşaqlar? Niyə məsələn copy yox, cut yox, delete sözü yazılıb? Sizcə? Sonra diletilmez yenirsiniz. Necə Aysin? En sonuncu diletilmez olur. Ən sonuncu əməliyyat delete idi deyə Andın qabağında delete yazılır. Görsən bunu silmişdim, qaytardım. Redo isə nədir? Bərpa edir. Andadan sonra aktivləşir. New yeni obyekt yaradır. Bir də kontekst menüdə paste və paste shortcut əmrləri var. Bu da ancaq o vaxt gəlir ki, nəyisə kopyalayasan və ya cut eləyəsən onda gəlir. Məsələn, bu qovluğu gəlim hər hansı bir obyekt seçirəm. Fərqi yoxdur. Seçdim və kopyaladım. Və bu zaman iş masasının kontekst menüsünə gəlsəm, görəcəksiniz ki, artıq burada paste və paste shortcut əmrləri gəldi. Paste əmri yapışdırır, paste shortcut isə qısa yolunu yaradır, yəni qısa yolunu yapışdırır. Ondan sonra bir dəfə də gəlin cut əmri icra eləyək. Cut əmrini tətbiq edirəm. İndi iş masasına gəlin. Bu dəfə görəcəksən ki, paste shortcut əmri yoxdur. Sadəcə paste əmri var. Burada da səbəb nədir? Yadınızda saxlayın ki, paste shortcut ancaq copy'dən sonra, paste əmri isə həm cut, həm də copy'dən sonra aktivləşir. Qəbulda bu keçən il Müəllimə təkrar deyə bilərəm. deyəcəm. 2025 yox, 2024-də istifadə edilmişdi. Sual belə idi. Dialog pəncərəsinin şəklini vermişdi. Onda indi cut aktiv, paste aktiv idi, paste shortcut pasiv idi. Pasiv olma səbəbini soruşurdu. Səbəb odur ki, paste əmri həm cut, həm də copy'dən sonra aktivləşir. Amma paste shortcut əmri sadəcə copy'dən sonra aktivləşir. Yəni sən paste shortcut ancaq copy'dən sonra aktiv görə bilərsən. Yaxşı. Çünki cut'dan sonra paste shortcut istifadə edilə bilməz. Bu da belə. Bunu da qeyd edin özünüzdə. Sonra new dedim, display settings ekran parametrlərini sazlayır. Ekran parametrlərini dərindən öyrənməyə ehtiyac yoxdur. Brightness and color sadəcə parlaqlıq artırıb azaldır. Gecə rejiminin avtomatik keçidi təyin edə bilərsən vaxt əsasından. Ondan sonra scale and layout bölməsində baxaq. Bu bölmədənsə scale miqyası təyin edir. Məsələn, miqyası azaltsam ekranda daha çox element görə bilərəm. Hal-hazırda fərqi məncə hiss elədiniz. Artıranlar daha yaxından daha çox element görürəm. Yəni miqyas hər yerdə eyni görür. Display resolution əks etdirmə qabiliyyətidir. O seyrəklik qabiliyyəti deyil, ya piksel sayı həmin o anlayışdır. Məndə maksimum 1920-1080-ə təyin edilib. Bəzi kompüterlərdə bu seçim daha çoxdur. Yəni məndə maksimum hədd bu qədərdir sadəcə olaraq. Sonra orientation ekranın səbləşmə istiqamətidir. Landscape dedik nə idi? Albomdur. Portrait baxın bu şəkildə jurnal vərəq rejimidir. Sonra Müəllimə scale nə idi? miqyas idi, miqyas. Miqyas. Bəli. Sonra flip var. Bu da landscape-i məsələn baş aşağı görə bilərsən. Baxın belə. Yəqin ki sizdə görünür də baş aşağı olduğu. Gördünüz? Yoxsa zoomda ötürülmü? Ay valla səs verin. Sonra multiple display çox monitorlu rejimlə bağlı parametrləri tənzimləyir. Bu belə. Bu ekran parametrləri.
Sonra gərək personalize bölməsinə. Personalize bölməsində nələr var? Bu ekran parametrləri və bir sıra parametrləri tənzimləyir. Background ekran iş masası parametrlərini tənzimləyir. İş masasına tətbiq edəcəyin şəkli seçə bilərsən, picture. Məsələn, solid color vasitəsilə rəng tətbiq edə bilərsən. Windows Spotlight Windows'un özünün avtomatik təyin etdiyi təsvirlər görə bilərsən. Bu da dəyişir zaman-zaman. Sonra slideshow bir neçə təsvir əlavə edib avtomatik dəyişməsini təmin etməyə imkan verir. Bir də əlavə edilən təsvirlər bir neçə rejimdə görünə bilər. Bu da choose a fit for your desktop image bölməsindən təyin edilir. Bu da qəbula düşüb. Ekrana iş masasına əlavə edilmiş təsvirlərin uyğunluq rejimidir. Fill, fit, stretch, tight, center, bir də spin. Bu rejimləri tətbiq edə bilərsən. Ondan sonra buradan da bu qədər. Sonra personalize'da başqa nələr var? Bu haqda ətraf danışaq. Color var. Sistem rəng parametrlərini dəyişmək üçün istifadə edilir. Transparency effekt var. Bu nədir bilirsinizmi? Yəni dərsi oxuyanlar bilər yəqin ki. Mika funksiyası var idi. Mika Fluent. Mika nə idi? Məsələn, ekran başlıq sətrinin, proqramın fon rənglərinin avtomatik olaraq iş masasının rənginə uyğunlaşması idi. Buna Mika effekti deyilirdi. Transparency effekt aktiv olmalıdır ki, o tətbiq edilsin. Arxa plana baxın, belə çox açıq bənövşəyi tonda görünür. Amma passivləşdirsəm düz ağ rəngdə görünəcək. Fərqi hiss elədiniz. Yəni transparency effekt budur, Mika effekti. Ondan sonra buradan da bu qədər. Sonra keçək. Müəllimə, o effektdə fayllar da ona uyğun olur. Qarışdırdım. Sistem qovluq, ümumiyyətlə baxın, settings proqramda, File Explorer proqramında sistem qovluqlar, sistem proqramları avtomatik tətbiq edilir. Başlıq sətrinə və yaxud da proqram son sətrinə. Tapşırıqlar panelinə baxın, niyə narıncı görünür? Çünki mənim iş masamın rəngi narıncı ton. Narıncı nədir? Bu narıncı deyil, bənövşəyidir. Niyə bənövşəyi görünür? Bənövşəyi tondadır çünki. Ona görə. Yəni, bu Mika effektidir. Fluent isə ümumi Windows 11-in dizaynına deyilir. Yəni, içərisinə Mika da daxildir. Ondan sonra tema bölməsində müxtəlif temalar, həmçinin eyni anda arxa planı, rəngi, mouse'la bağlı parametrləri dəyişməyinə imkan verən bir sahədir. Sonra başqa lock screen, kilidi ekran parametrlərini təyin edir. Kilidi ekranına hansı təsvirlər qoyulsun. Ondan sonra bir də kilit ekranına hansı əlavə əmrlər yerləşdirilsin, bunları seçməyə imkan verir. Burada screen saver var, ekran qoruyucusudur. Buradan məsələn birini yoxlayaq. Məsələn preview deyirəm. Baxın, ekran qoruyucusu nədir? Mən əgər ekranla təyin edilmiş müddət ərzində iş masasında hər hansı, yəni ümumi proqram, daha doğrusu kompüter ekranda heç bir iş görmürəmsə, kompüterdə heç bir iş görmürəmsə, screen saver ekran qoruyucusu aktivləşir və sən ekrana yəni hər hansı bir əməliyyat icra etdiyin anda bu rejim passivləşir. Bu bunun üçün. Sonra başqa bir şey qalmadı. Buradan da çıxın. Sonra start menü, taskbar, bunlarla bağlı parametrlər tənzimləyə bilərsən. Font isə şriftlə bağlı parametrləri tənzimləmək üçün istifadə edilir. Və beləliklə də iş masası ümumi kontekst menülərdə yekunlaşmış oldu uşaqlar. Sizdə nə qaldı? Müəllimə, Bəli. tipinə görə faylların ayrılması, yəni o məsələn Word-dür, nədir, ona görə yəni ayrılır. Burada Sıralama demək istəyirsən, bax, sıralama. tipinə görə sıralayanda yuxarı birinci qovluqlar görsən, qovluqlar görünür, sonra fayllar görünür, sonra ən sonunda qısa yollar görünür. Ən son, yəni sıra qısa yollar, ən sonunda da arxiv fayllar. Yəni bu şəkildə obyektlər tipinə görə sıralanır. Məsələn, adına Aydın görə oldu. sıralasan, A-dan Z-ə sıralanma baş verəcək. Belə. Sort odur. Uşaqlar, qaldı ümumi parametrlər, standart proqramlar, bunlar qaldı. Ümumi parametrlər settings panelin pəncərəsindən və control paneldən dəyişdirilə bilər. Settings pəncərəsində interfeys artıq dəyişib. Home test istifadə edilən
parametrləri dəyişməyə imkan verir. Sistem parametrlərini səsdir, ekrandır, ondan sonra bildirişdir, sonra fokusdur, batareyadır, yaddaş sahəsinin idarə edilməsi ilə bağlı parametrləri tənzimləyir. Bluetooth and device qurğular və Bluetooth ilə bağlı parametrlər tənzimlənir. Network and internet şəbəkə parametrləri üçün də personalize danışdım. Sonra proqramla bağlı parametrlər dəyişdirilə bilər. Account, hesab parametrləri üçündür. Time and language, vaxt və dillə bağlı parametrlər dəyişir. Gaming, oyunla bağlı parametrlər tənzimləyir. Yəni, bu şəkildə istifadə edilir. Windows Update isə yenilənmə gəldikdə, yenilənmə ilə bağlı yenilənmə hansı versiyası gəlib, yenilənmənin quraşdırılması hamısı buradan tətbiq edilir. Yəni, parametrlər həmçinin kontrol paneldən də icra edilir. Sadəcə bilin ki, kontrol panel qovluqdur. Parametrlərin idarə edilə bildiyi qovluqdur. Burada 3 dənə görünüş rejimi var. Kateqori, large icons, bir də small. Large buradakı əmrlər böyük, small kiçik, kateqoriya isə qruplaşdırılmış formada görməyə imkan verir. Settingsdə parametrləri danışdım deyil, kontrol paneldə danışmıram. Sadəcə siz özünüz ilkdən bir dəfə oxuyarsınız, yaxşı olar. Sonra standart proqram anlayışı var. Standart proqramlar proqram təminatında nə olduğunu demişdik. Standart proqramlar Windows-la bərabər quraşdırılan proqramlardır. Məsələn, burada gəlin baxaq. Accessibility sahəsində olan proqramlar, bunların hər biri standart proqramlar hesab edilir. Nə üçündür? Live captions, canlı altyazılar. Bu, məsələn, eşitmə məhdudiyyəti olan şəxslər üçün səsli bir mesaj olanda onların altyazı ilə göstərilməsini təmin edir. Magnifier yaxınlaşdırma üçündür. Məndən arada uşaqlar soruşur, müəllim, siz ekranı necə yaxınlaşdırırsınız? Magnifier ilə eləyirəm uşaqlar. Magnifierin də qısa yolu Win plus və yaxud da Win minusdur. Plus yaxınlaşdırır, minus uzaqlaşdırır. Bu da sadəcə sizin diqqətinizi müəyyən bir hissəyə çəkmək məqsədi ilə istifadə etdiyim bir proqramdır. Sonra narrator nə üçün istifadə edilir? Bu proqram əmrləri səsləndirmək məqsədi ilə istifadə edilir. Bu da eşitmə məhdudiyyəti olan şəxslər üçündür. On-screen keyboard ekran klaviaturasını aktivləşdirir. Voice Access isə səs tanınma ilə bağlı bir proqramdır. Səs tanınmasını təmin edir. Səs tanınmasıdır. Sonra keçək. Burada başqa hansı proqramlar var? Standart proqramlar. Əslində, buradakı standart proqramlar biraz əlifba sırasına görədir deyə. Məsələn, kalkulyatordur, kameradır, sonra File Explorer'dir, Quick Assist'dir, Media Player'dir, Notepad'dir, sonra Paint'dir, Fotodur. Proqramların hamısı Snipping Tool'dur, standart proqramlardır. Məsələn, burada kalkulyator görürsən, kamera görürsən, Media Player görürsən. Bunlar standart proqramlardır, Windows-la bərabər quraşdırılıb. Sonra buradan başqa standart proqram qaldı mı gəlin. Bir də Windows Tools var idi, görüm hardadır. Windows Tools isə kompüterdəki utility proqramları görməyə imkan verir. Utility və digər standart proqramlar. Bəzilərini tanıyırsınız. Character Map'dir. Məsələn, bəzi simvollar göstərə biləcəyin, yəni əlavə edə biləcəyin bir proqramdır. Buradan görünür. Command Prompt'dur. Klaviaturadan əmrləri daxil etməyə imkan verir. Control paneldir, parametrləri idarə edə biləcəyin qovluqdur. Disk cleanup'dır, keçmişlik, lazımsız faylları silir. Yəni, bu şəkildə bəzilərini keçmişik, bəzilərini də buradan adlarını öyrənəcəksiniz. Bu da belə. Yəni, sadəcə bilin ki, standart proqramlar əməliyyat sisteminə birgə kompüterə quraşdırılan proqramlar. Son olaraq nə qaldı bizdə? Qaldı texnologiyalar. Drag and drop'u bayaq danışdıq. Mübadilə buferindən istifadə etmədən yerdəyişmə köçürməli mouse'un köməyi ilə. Sonra OLE texnologiyasını Word-də, Excel-də keçmişik. Yəni, bir proqram mühiti daxilində başqa bir proqram istifadəsi. Məsələn, mən tutalım Word-də. Proqramı işləməm.
Bağlayın. OLED texnologiyası bir proqram mühiti daxilində başqa bir proqramın istifadəsi. Məsələn, mən diaqram əlavə edirəm. Diaqram Excel obyektidir. Ona görə də ekrana avtomatik olaraq Excel proqramı çıxır. Baxın, bu OLED-dir. Yəni bir proqram mühiti daxilində başqa bir proqramın istifadəsinə deyilir. Bir də drag and drop var. Bunu göstərə bilməyəcəm. Sadəcə daha doğrusu drag and play var. Bunu göstərə bilməyəcəm. Sadəcə başa sala bilərəm sizə. Plug and play qoş və istifadə et deməkdir. Bu nə deməkdir? Yəni mən qurğuları kompüterə qoşub avtomatik istifadə edə bilirəm. Bunun da səbəbi bəzi qurğuların drayverləri artıq kompüterdə var və bu əməliyyat sistemi tərəfindən avtomatik olaraq yüklənir və qurğular sistemi tərəfindən avtomatik tanınır. Yəni buna da deyilir plug and play, yəni qurğuları birbaşa qoşub istifadə edə biləcəyiniz texnologiyadır. Ona görə plug and play qısaca belə deyilir ki, qurğuların avtosazlanması, avtomatik tanınması rejiminə plug and play rejimi texnologiyası deyilir. Bu da belə uşaqlar. Bu da Windows-dakı texnologiyalardır. Mübadilə buferi və virtual yaddaş var. Bunu da keçmişik deyə daha təzədən bir də danışmıram. Qalan şeylər də bilirsiniz. Və beləliklə də artıq Windows-u yekunlaşdırmış olduq. Windows-da gördüyün kimi əsas uzun hissə File Explorer-də əsas onu yaxşı öyrənin. Obyektlərin digər kontekst menülərdir, iş masasıdır, əlavə parametrlərdir. Bunları da mütləq oxumaq lazımdır. Sizə test bankını da atacağım Windows 11 üçün testləri. Onun birinci günə qədər işləyəcəksiniz. Yəni birinci gün artıq yoxlayacağım testləri. Plus birinci gün artıq təkrar başlayır. Sırf birinci günə təkrar üçün nəsə vermirəm. Çünki hələ Windows-u öyrənin. Artıq növbəti dərslər üçün evə təkrar mövzular verəcəm. Birinci gündən sadəcə ümumi sınaqlar atılacaq. Onlayn qruplara açılacaq. Əyani qruplarsa gəlib dərsdə işləyəcək. Bazar günü sizə dərs cədvəli atılacaq. Yəni bəzi tələbələr dərs cədvəli istəyir. Hal-hazırda tam dəqiq deyildi. İclasdan sonra dəqiqləşəcək deyə sizə bazar günü günortadan sonra məlumat veriləcək bu haqda. Belə uşaqlar. Heç nə. Nəsə sualınız var? Mənim axşamınız xeyir, bu arada bayramınız da mübarək. Sağ olun, müəllim. Müəllimə, qəbullar onda